Dəyərli izləyicilər, son dəqiqə bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Bu şəxslərin hərbi xidmət müddəti azaldılır. Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləndə qadınlarla bağlanan ilkin bağlaşma müddəti 3 ildən 6 ayadək azaldılacaq. Qlobal Net xəbər verir ki, bu Milli Məclisin keçirilən iclasında müzakirəyə çıxarılan hərbi xidmət keçmə haqqında əsasnamənin təsdiq edilməsi barədə və hərbi vəzifə və hərbi xidmət haqqında qanunlara təklif edilən dəyişiklikdə öz əksini tapıb. Qüvvədə olan hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 38.1.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti, müddətli həqiqi hərbi xidmətdən ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilir. Həmin müddəa hərbi xidmət keçmə haqqında əsasnamənin 12-ci maddəsinin B bəndində nəzərdə tutulur. Qeyd olunanları ümumilikdə nəzərə alaraq qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılmasını nəzərdə tutan müddəanın əlavə edilməsi təklif olunur. Bildirilib ki, bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət eləyəcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq 3-cü oxunuşda qəbul edilib.